Olsa asıq ola bilər, o aşıq ola bilməz. Tacir Xırıldeyri oxumur indi. Qutardı Tacir oxumağa. Bahçırazla qutardı. Git özünə sənət tap, iş tap. Yox, iş tapmasana yer. Gəl mənim yanıma, mən səni iş taparam. Sən mənə deyirsən ki, sən get sazı tulla. Mən sazı tulası deyiləm. Mən 42-43 yaşım var. Mən aşığın elə 40 yaşdan sonra sənətli olan vaxtlarıdır. Amma sənin 60 yaşın var, səsin də oturmur. Tacir kimi oxuyan çoxdur. Yəni onu ağıllı insan deməzdi həyatı boyu. Bunun kimi dayaz, dar düşüncəli insan deyə bilər. Tacir Şahmaroğlu böyük sənətkardır. Bayatçı Şirazi oxuyub, pesatını vurub. Öyle ondan da qutarıb gelib. İndi də oxumursan. İndi oxuduğun vaxtlarda biraz səsin xırıldayıb. Sənin kimi saz şoförləridir ki, saz sürənlərdir ki, bax, yaxşı müğənnilərə kölgə salırsan. Mən deyir ki, nə aşıqdır, nə saz salır. Sən kim sənə kimliklər verir və sən mənə o söz deyirsən. Sənə mən burada nə demişəm? Sənə demişəm ki, Tacir kimi oxuyanlar çoxdur. Bəli, sənin yolunu oxuyanlar çoxdur. Sənətkardır ki, onun yolunu. Xuyurlar da, sən əvəz olunmaz deyirsən. Mən zaten hər gün gündəmdəyim. Buradan da çıxıb bir evə gedirəm.